Salam uşaqlar, biz sizlərlə keçən dərsimizdə forum təqlərindən, inputlardan bəzi tayflar haqqında danışmışdıq, batınlar haqqında danışmışdıq. Bu dərsimizdə isə biz sizlərlə inputların digər qalan tayflar haqqında danışacağıq, digər atributlar haqqında danışacağıq və digər forum təqləri haqqında danışacağıq. İndi Visual Studio'ya daxil olaq. Buradan bir dənə baxaq. Biz keçən dəfə burada qalmışdıq. Səfərimizdə passwordda göstərmişdik. Bəli. Qalan tayflarımız bunlardır. Bunlar isə digər qalan atributlarımızdır. Gəlin isə başlayaq. Range'dən başlamağa. Bir dənə input yaradaq. Type'ını qoyaq range. Range aralıq deməkdir. Əslində saytlarda o qədər çox istifadə olunduğunu görməmişəm. Range sözünü səhv yazmışam. Əslində o qədər çox istifadə olunduğunu görməmişəm. Yəni belə müəyyən bir aralıq seçmək üçün istifadə olunur. Tamam. Digər atributumuza baxaq. Radio. Əslində istəyirsə radioya başlamamışdan əvvəl label haqqında da danışaq. Label nədir, nə iş görür, onun haqqında da danışaq. Label yaradıram. İçinə yazıram ad. Bu inputumuzun type-ını eləyək. Text. Label sizin inputunuzun nə məqsədlə istifadə olunduğunu göstərir. Məsəl üçün inputlar çoxdur və hansını ad, hansını soyad yazacağını bilmirsinizsə, inputların qarşısında labeldan istifadə olunur ki, bu input içinə ad yazmalısan, bu məqsədlə istifadə olunur, onu bildirir. Bir də labelin gördüyünüz içində bir atribut var, for atributu. Gələk for atributu nədir, nə işə yarayır? Forun içində bir yazıram və gəlib inputuma da həmin eyni adda bir dənə ID verirəm. 1. Normalda nətər olur? Inputun üstünə klikləyirəm, sonra onun içinə keçirəm. İçinə yaza bilirəm. Düzdür? Amma burada elə deyil. Refresh verirəm təzədən. Gəlirəm, labelda bu. Üstünə klikləyirəm, avtomatik mənə aparır atır. Həmin hansı inputa aidsə onun içinə. Bu da nətər olur? Labelin foruna bir ad mənimsədirsiniz, ad verirsiniz. Təzədən inputun aidsinə də həmin eyni adı verdikdə avtomatik label sizi aparır. Hansı inputa uyğunsa onun içinə atır. Tamam, indi labelimiz qalsın, silməyək. Gələk bura. Radiolar haqqında danışaq. Type'lar radio. Yəni input yaradaq. Type'ını da verək. Radio. Tamam, baxaq. Bir dənədir. Sizsə bunu kopyalayaq. 2 dənə eləyək. Və hər birinə açıb bir dənə label mənimsədək. Bu olsun 2. Bu da olsun qadın. Yəni radio, type'lar radio olan inputlar bu yerlərdə istifadə olunur. Məsəl üçün cins seçmək üçün, ailə vəziyyətini seçmək üçün, məsəl üçün yaşın neçədir, 25 yoxsa 26. Yəni bunlardan birini seçmək üçün istifadə olunur və radio batınlarda yalnız ikisindən biri seçilə bilər. Yəni ailə vəziyyətinin ya evdə ola bilər, ya da subay ola bilər. Cins ya kişi ola bilər, ya da qadın ola bilər. Bunları seçmək üçün istifadə olunur. Amma burada fikir verirsinizsə, mən bunların hər ikisini seçə bilirəm. Yəni, həm kişiyə klikləyə bilirəm, həm də qadına klikləyib seçə bilirəm. Bəs bunun nətər qarşısı alınır? Biz növbəti dərsimizdə demişdik ki, name'lər təkrarlana bilər. Amma ID yox. Yəni, name-lə ID-in fərqində bunu demişdik. Məhz burada da ondan istifadə olunur. Məsələn, name-lə yazıram cins. Gəlib bunu da name-lə yazıram cins. Avtomatik olaraq ikisinə də eyni name vermişəm deyə mən bunlardan yalnız birini seçə biləcəm. Yəni gördüyünüz kimi name'lərin təkrarlanması type'lar radio olan inputlarda çox istifadə olunur. Tamam, bu da belə. Keçək növbəti checkbox. Type checkbox. Tamam, yəni siz bunu da label'la quraq. Məsəl üçün hərbi bilet olsun bu. Bunu təzədən kopyalayım. Gətirim atım bura. Buradan name cinsimizi də silək. Çünki ehtiyac yoxdur bunda. Checkbox'umuz var, hərbi bilet. Burada yazaq ki, iş təcrübəsi. İş təcrübəsi. Checkbox radiodan fərqli olaraq bir neçəsi seçilə bilər. Yəni radioda demiş ki, konkret biri seçilir. Ya ailə vəziyyətini, ya subaydı, ya evli, ya kişisən, ya qadın. Amma checkboxda belə deyil. Evki bir iş vakansiyası üçün baya düşün. Burada daxil olsun, hərbi bilet var, var. İş təcrübəniz var, var. Məsələn, başqa nəsə o yoxdur, boş qoyursunuz.
Yəni checkboxlar burada istifadə olunur. Belə dediyim kimi bir yox, bir neçəsi seçilə bilər. İşte bura görək başqa nə var. Search haqqında da biraz danışaq. Buradan labelımıza ehtiyac yoxdur. Yəni label ən çox radio və bir də checkbox kimi buttonların, inputların yanında istifadə olunur. Əslində placeholder kimi də placeholder yanında ki, əvvəlki dərslərimizdə demişdik, bir inputun içinə yazılır və o da onun nə işə yaradığını, yəni inputun izahı kimi bayaq düşün ki, input nə üçün istifadə olunur, onun haqqında verir, məlumat verir. Keçək indi isə search haqqında danışaq. Tamam, baxaq. Search eynən text, type text kimi görürsən, amma tək fərq nədir? Mən buraya yazı yazdıqca burada bir X düyməsi gəlir. Mən hər dəfə bunları yazıb, burada da bir dənə buttonumuz olsa, sənə verək düymə. Bura məlumat doldururuq hər dəfə. Bir müddətdən sonra əgər bizim backendimizdə bir səhifə olsaydı, yəni post-get metodundan post metodundan istifadə edib, bunun hər hansı bir action içindəki funksiyada səhifəyə göndərəsi olsaydı, avtomatik Google-da kimi bir müddətdən sonra bura klikləyəcək, üzə aşağı bir dənə list açılacaqdır və ən son axtardıqlarımız, yəni ümumiyyətlə bütün axtardığımız, yəni Google-dakı axtarış sistemində kimi belə üzə aşağı sıralanacaqdır. Amma yəni hələlik bizdə backend-ə gedə bilmirik deyə, yəni o yoxdur deyə bizdə elə bir şey baş vermir. Tamam, search-da götürək, görək başqa nə atributumuz var burada. Tel var, tel haqqında danışaq. Tel belə görünüş cəhətdən heç bir xarakterik xüsusiyyəti yoxdur. Telefon rejimləri, telefon versiyaları üçün nələrdə tutulubdur. Amma belə heç bir xarakterik xüsusiyyətdə yoxdur. Bunu da silək, keçək növbəti type'ımız görək burada nə var. URL var, Wik var, bunlar haqqında danışaq. URL. Tamam, mən bura nəsə yazıb, button-a klikləyədə deyir ki, zəhmət olmasa URL-ə daxil edin. Yəni ki, bu sizdən link istəyir. Siz bura gəlib adi email yaza bilməzsiniz, numbezad yazıb button-a klikləyə bilməzsiniz, adi textçə saxlaya bilməzsiniz. Konkret bir dənə URL linki istəyir bu sizdən. Tamam, sonra Wik var. Wiki də yaradaq. Biz əslində keçən dərsimizdə Mons haqqında da danışmışdıq deyəsən, səhvləmirəmsə. Onu da yazaq, bir də alt-alta baxaq fərqlərinə. Bu Wikdir, bu da Monsdur. Məsəl üçün, buradan kalendara klikləyirik, oktyabr ayıdır. Seçirəm 20. 2021-ci il, həftə. 42 nədir, bəs nə göstərir? Yəni, 2021-ci ilin neçənci həftəsi olduğunu göstərir. Həftə 42-ci, hansı ilin? 2021-ci ilin. Yəni, ayı da, type-ı Mons olan da buradan yadda salaq. Yəni, avqust ayı buradakı ili göstərir, neçənci ildə olduğunuzu. Tamam, bunları da silək. Gələk görək, başqa nə var? Wiki danışdı. Color haqqında da danışaq uşaqlar. Inputumuzu yaradaq. Type-ına verək color. Color nə iş görür? Buradan belə üzərinə klikləyirsiniz. Rəng çıxır. Rəng palitrası. İstəyiniz rəngə klikləyib düyməyə basırsınız və avtomatik onun rəng kodlarını backend-ə göndərirsiniz. Məsəl üçün, burada RGB ilə kodlanıb 146-38-38 bu düyməyə klikləmə vasitəsilə bu rəng kodlarını backend-ə göndərə bilərsiniz. Başqa nə var burada? Fayl var. Fayl haqqında danışaq. Fayl çox istifadə olunan typelardan biridir. Nə iş görəcəm haqqında danışaq. Buradan choose fayl eləyirsiniz. Yəni, fayl yarandan sonra görünüş belə oldu. Choose fayl eləyirsiniz və avtomatik sizdə belə bir pəncərə açılır. İstəyən bir faylı seçirsiniz, Enter-ə basırsınız. Enter-ə basdıqdan sonra avtomatik olaraq o fayl bura gəlib düşür. Məsələn, mən Startdan bir zip fayl atmışdım bura, Enter-ə onun üstə basmışdım. Gəldi, o fayl, həmin fayl bura düşdü. Düyməyə də basanda avtomatik bu faylı nə istəyirsə backend-ə göndərin ya da nə üçün istifadə eləmək istəyirsə, o məqsədlə istifadə eləyə bilərsiniz. Keçək bura, başqa nəyimiz qaldı? Hidden qaldı. Hidden əslində o qədər də çox istifadə olunmur ki. Hidden nə üçündür? Məsəl üçün, gördüyünüz kimi hidden vermişəm, amma görsən ver, yəni gizlədir həmin inputu. Nə üçün istifadə ola bilər? Məsəl üçün, səhifənizdə bir məlumat var. Yəni, onu gizlətmək üçün də istifadə edə bilərsiniz. Amma yenə deyirəm, əslində o qədər çox istifadə olunmur. Type image. Bunun haqqında da danışaq. Əslində, belə bir dənə şəkil gəlib. Görürsünüz, klikləricə submitdir bu.
hər dəfə səhifəmlərə refresh gedir. Əslində şəkil niyə açılmır? Gəlin sizə bir dənə şəkil götürək. Düzdür, biz sizlə hələ şəkil yerləşdirmək dərsini keçməmişik. Amma SLC-sini yaradaq, source-unu. Gələk burada copy image adres eləyirəm. Gətirib onu atıram bunun source-una. Tamam, keçən indi biraz elə. Tamam, görüm, şəkil göründüyü kimi gəldi bu boyda oturdu bura. Fikir verirsə, mən hər kliklərəcə bura baxırsa, x bərabər də 652, y bərabər də 57. Bu nöqtə 0,63-dür, yəni tam 0. Görün, buradan tutdura bilərikmi? Xeyr, yəni də 3 olur. Mən burada kliklərim sayını artırdıqsa, x-i 76-dır, deyir, y 15-dir. Y hələ ki dəyişmir, standart gedir, aşağı düşdükcə artmaya başlayır. Yəni, bu nə üçün istifadə oluna bilər? Şəklin hansı nöqtəsinə klikləyirsə, onun belə koordinatlarını bu vasitə ilə götürmək üçün istifadə olunur. Yəni, bu da əslində o qədər çox istifadə olunan bir type deyil, amma yəni, bunu da bilməyiniz yaxşıdır. Tamam, source'umuzu silək. Gələk bura, görə başqa nə atırız var? Email və reset. Bura bir də email yazıram. Və gələm bura. Yəni, başlandığı kimi type text oxşuyur. Amma sən gəldin, bura istəyinin bir yazını yazdın, düyməyə klikləyirəm. Avtomatik belə bir dənə şey çıxır. Deyir, zəhmət olmasa tərkibində add işarəsi. Yəni, please. Tərkibində add işarəsi olan bir email adresi yazın. Deyir, sizin yazdığınızın tərkibində add işarəsi yoxdur. Yəni, sizdən konkret bir add işarəsi istəyir ki, yəni bu email olsun. Tamam, bunu da silək. Başqa da qaldı reset. Tamam, reset haqqında danışaq. Reset haqqında danışmaq üçün burada bir dənə input daxil edeyim ya da 2 dənə daxil edeyim. Tayfa adeli olsun text. Input, bottomumuza silə ehtiyac yoxdur. Tamam, gəlirəm bura. Inputlarımı içini doldururam. Bu button deyil. Yəni, type-ına reset verdiyim bir inputdur. Avtomatik bura klikləyəcək. Yəni, səhifəmdə refresh etmir. Sadəcə inputlarımı içini, yəni reset deyir, sıfırlayır. Belə başa düşün ki, səhifədə hər nə qədər input varsa form tagin içərisində hamısının içindəki məlumatları sıfır eləyir, inputların içini boşaldır. Tamam, reset haqqında da bu qədər. İndi isə görək bizdə başqa burada nələrimiz qalıbdır. Tamam, keçək isə atributlarımız haqqında danışaq. Bu atributlarımız haqqında da biraz danışaq. Məsəl üçün başlayaq. Size haqqında ya da istəyirsə elə buradan başlayaq. Autocomplete-dən ya da read-only-dən. Gələk bura, bir dənə input yaradaq. Type-ına da verək, text. Xeyr, bir dənə başlayın. Type-ı text ya da email olsun. Email. Və həmin emaili name ilə verirəm. Name də olur email. Bura klikləyəcək sizə daha əvvəl daxil olduğunuz və saytlarda istifadə etdiyiniz emaillər sizdə burada görsənir. Bu nə deməkdir? Yəni əgər bir şey type-a verdiyiniz bir email tipi həmin onun name-nə də verirsə və siz başqa səhifələrdə belə bir tip inputların içinə məlumat daxil eləmişsinizsə, avtomatik brauzerlər sizin üçün onu cache yaddaşında saxlayır. Yəni siz onlardan o qədər çox istifadə edirsiniz ki, brauzer sizə köməklik edir və bunu cache yaddaşında saxlayır. Avtomatik bura kliklədikcə, yəni o avtomatik sizə köməklik üçün altda pəncərə yazılır və istifadə etdiyiniz emaillər orada yazılır. Bunun qarşısını almaq üçün autocomplete-dən istifadə olunur uşaqlar. Bura bir dənə autocomplete yazıram. İşləmədi. Niyə? Çünki autocomplete, içində yazmamışam, off. Autocomplete off, yəni avtomatik oranı altda pəncərəni açmasın. Bax, klikləyirəm. Bayaq mənə kömək üçün gələn pəncərə artıq yoxdur, işləmir. Tamam, bunun haqqında da danışdıq. Autocomplete, indi sessiz keçər, read-only haqqında danışaq. Inputumuzu silək, yeni bir input yaradaq. Onun üzərində göstərək. İçi texti və valuesunda yazmayaq, read-only yazaq promoy. Read-only nə deməkdir? Yəni, siz ancaq bundan oxumaq üçün istifadə edə bilərsiniz. Mən indi bura hərf yazmaq istəyirəm, amma yaza bilmirəm. Yəni, siz ancaq bu yaratdığınızdan oxumaq üçün istifadə edə bilərsiniz. Bunun üçün istifadə olunur.
Bunu da silə. Gələ disable haqqında da danışaq. Görək disable nədir, o nə iş görür. Əslində disable'da input'a vermək o qədər də məntiqli deyil. Çünki görürsünüz, input belə sönmüş görsənir. Yəni istifadə olunmur. Əslində ən çox bunu buttonlar da istifadə edirlər. Bir dənə button yaradaq, içinə yazaq düymə və bu disable'dır. Gələk verək buna. Gördüyünüz kimi buttonda klikləmək olmur. Rəngi solğundur və normalda buttona klikləyəndə normalda belə olur. Yəni kliklədiyin hiss olunur. Həm refresh gedir, həm də belə üzərinə gələndə hiss olunur. Rəngi fərqləşir. Amma yəni normalda disable yazanda buna klikləmək olmur, həm də ki rəngi solğun olur. Tamam, indi isə keçək digər bir atributumuz haqqında danışaq. Sildik. Buradan danışaq record atributu haqqında. Görək bu nədir, bu nə iş görür. Bura bir dənə button əlavə edeyim. Record, yəni bu demək ki, sizin yazdığınız, boş qoymamışam. Deyir ki, zəhmət olmasa doldurun. Yəni bu ciddiyyət şəklində deyir ki, bunun içini boş qoya bilməzsən. Yəni bəzi inputlar var ki, ora daxil olunan məlumatlar mütləq olmalıdır. Məsələn, istifadəçinin adı və yaxud soyadı mütləq olmalıdır. O zaman onların type-ına verirlər ki, yəni kliklədikcə baka boş məlumat getməsin backend-də. Çünki yəni o olmasa ciddi problemlər ola bilər. Bunun haqqında da danışdıq. Başqa keçək. Size haqqında, maksimum, minimum, maksimum 2 dəfə yazmışam. Bunlar haqqında da danışmağa. Gələk bunlar nədir, nə iş görür. Gələk bura. Tipimizi eləyək, number. Və buna burada bir dənə size mənimsədək, size verək. Size verirəm. Məsəl üçün 10. Və type-dakı əli textdə qalsın. Max lensə təzədən type qaytarır. 10 yazıram. Avtomatik inputunuzun uzunluğu isə 10 simvolluq bir uzunluğa bərabər olur. Məsəl üçün bunu 100 eləsəz, 100 yazsam, baxıram. Inputumun içində mənə 100 simvolluq yer ayrılır. Bu bəzən düzgün olmaya bilər. Çünki yəni bir Q hərfi və O hərfinin tutduğu yerdən I hərfinin, I simvolunun tutduğu yer məsafə olaraq düzgün deyil. Avtomatik, amma belə bəzən ola bilər ki, bura yazdığınız standart ölçüdən o əvvələ ya da artıq və ya əksik ola bilər. Tamamilə keçək, Maxsense haqqında danışaq. Görək Maxsense nə üçün? Maxsense də səhvləmirəmsə sıradakı, bəli. Görək o nə üçün istifadə olunur. Tamam, gələk bu size-ı buradan silək, eləyək Maxsense. Gələk uzunluğumuzu da silək, eləyək məsəl üçün 1.6. Gəlirəm bura, yazıram. Tamam, 6 dənə simvol yazdım və sonra nə qədər yazmaq istəyirəmsə inputun içinə hər hərf yazılmır. Max length sərhəd vermək üçün istifadə olunur ki, yəni 6 simvoldan sonra artıq inputun içinə məlumat daxil ola bilməsin. Bunun üçün istifadə olunur. Keçək indi isə minimum və maxlar haqqında danışaq. Maxımız da silinir buradan, onun haqqında danışaq biraz. Gələk bura, bir dənə input yaradaq. Type olsun, number üzərini izah eləyək. Məsəl üçün verirəm max 10. Gəlirəm bura, yazıram 12. Düyməyə klikləyirəm və aşağıdan belə bir dənə çıxır, məlumat çıxır və deyir ki, bu 12-dən bərabər deyil və yaxud da 12-yə bərabər deyil və 12-dən kiçik də deyil. Yəni mən demişdim ki, maksimum 10 olsun. Amma mən bura 10-dan böyük bir dəyər yazmışam deyə avtomatik olaraq belə bir error deməyək, belə bir məlumat çıxır ki, sizin yazdığınız dəyər 10-dan böyükdür və yaxud da ki, 10-a bərabər deyil. 8 yazanda yoxlayaq görək nə olur. 8 10-dan kiçik deyə avtomatik olaraq buttonumuz, klikimiz işləyir. Bir də minimum da bunun kimidir. 1000 yazaq, 10 yazaq, minimum 10 yazaq. Məsəl üçün 12 yazaq təzədən 12 işləyir, çünki minimum 10 demişəm. Amma ondan kiçik bir ədəd yazdıqda yenə bayaq kimi deyir ki, bu 10-a bərabər deyil və ondan böyük də deyil. Maksimumuz və minimumumuz haqqında da bu qədər. Bir də danışaq. Bunu da silək, bunu da silək, bunu da silək. Danışaq multiplay. Bunun haqqında danışaq. Bu type file olduqda ən çox istifadə olunur. Nə üçün istifadə oluna bilər, onun haqqında da danışaq.
Zaten fayl yazırsınız, type-ını eləyək. Keçək bura. Choose the file deyil. Faylımı seçirəm. Və burada mən Ctrl basdığı halda bir və ya da bir neçə fayl seçə bilərəm. Avtomatik olaraq fayldan fərqli olaraq faylda mən yalnız bir fayl seçə bilərdim. Bir dəqiqə, burada hələ də bir fayldır. Əslində belə olmalı idi. Bir refresh verək, təzədən girək choose the fayla. Mənim seçdiyim yerdə səhvlənsə bir fayl var deyə bu nəzərə almır. Gələk bura. Bir və yaxud da bir neçə fayl seçək. 5 dənə fayl seçmişəm. Bəli. Yəni multiplayer birdən çox fayl seçmək üçün istifadə olunur. Və bura baxdığınızda ki, burada 5 fayl yazılıbdır. Yəni 5 dənə fayl seçmişsiniz. Bunun üçün istifadə olunur. Səhifəni də refresh deyək. Tamam, bu da bu şəkildə. İndi isə keçək. Buradakı multiplayer faylımız da qutardı. Multiplayer. Başqa nə haqqında danışaq? İndi isə select optionlar haqqında danışaq. Inputlarımız bitdi, onların atributları bitdi. Keçək form taginin növbəti taglərinə. Select optionlar. Select yaradırıq və bunun alt tag olaraq optionlar yaradırıq. Məsəl üçün optionlar olsun ki, azı qoyaq birinə. Digərinə qoyaq ingilis dili, digərinə qoyaq, bunu da qoyaq rus. Gördüyünüz kimi avtomatik olaraq mən bunları yaradanda optionların içində value gəldi, selectimin içində name gəldi, id gəldi. Yəni bunlar haqqında danışarıq birazdan. Görək select option nədir, nə iş görür? Yəni bu şəkildə 3 dənə dəyər yazmışdım option içində Azərbaycan, ingilis, rus. Belə alt kateqoriya kimi açılır. Hansını istəyirsə onu seçmək üçün belə istifadə olunur. Məsəl üçün bir dənə də gəlin bura biz bir dənə input ya da buttondan qoyaq, ondan istifadə edək. Məsəl üçün selectimizdən bura bir dənə button ataq. Sizə deyək ki, düymə. Gəlirəm mən bu value'larıma deyirəm 1, 2, 3. Burada neyimizə də yazaq ki, dəyər. Ya da ki, yazaq value. Val. Buttonum da var. Gəlirəm buradan, seçirəm rusu, düyməyə klikləyirəm. Avtomatik buraya yazır ki, val bərabərdir 3. Yəni, bunun selectin name'i nəyə bərabər olur? Hansını seçirəmsə, onun value'sunda yazdığıma. Mən rusu seçmişdim. Avtomatik buraya 3 yazıldı və bu buttona da kliklədiyimdə formu tətiklədi və bu məlumat 3 olaraq gəldi bura düşür və bu şəkildə də gedir. Yəni name bərabər olur hansı option seçmisənsə onun value'suna. Tamam, başqa nə haqqında danışa bilərik? Select optionlar haqqında. Bir də bəzən belə şey də olur. Məsəl üçün siz gələn value'larımızı boşaltmasaq da olar. Option dil seçin. Yazaq bura. Gələk belə açılsın. Burada istədiyimiz bir dili seçək, onu götürə bilək. Yəni bu şəkildə də olur. Bəzən amma istəyirlər ki, bunu özünü seçmək olmasın. Sadəcə aşağıda mənə verilmiş dillərdən birini seçmək olsun. Bu necə olunur? Bunun üçün bizə lazım olan atribut disabled'dır. Gəlib buna bir dənə veririk. Disabled. Normal olaraq bunun özünü seçmək olmur. Amma başlayan kimi də birinci hansı optionumsa ondan başlayır. Amma başlayanda burada da onun adını görürəm. Yəni başlayan kimi seçilmiş bu olur. Bu necə dəyişmək olar? Selected. Yəni disable selected yazırsınız. Burada gəlir, dil seçin gəlir. Yəni bu demək ki, bu seçilib, amma sən bunu seçə bilməzsən. Başlayan kimi də ən yuxarıda gördüyüm dil seçindi. Amma bayaq onu yazmadıqda birinci optionum hansı isə yuxarıda bu hissədə o dayanırdı. Tamam, select optionlardan da bu qədər. İndi isə danışaq. List attributes haqqında danışaq və data listlər haqqında danışaq. Bir dənə input yaradaq. Qalsın hərəkətçi boş. Bir dənə də data list yaradaq. Və bu data listdə də ki, select optionda olduğu kimi içində optionlar yaradıram. Gələk bura yazaq. Məsəl üçün, ülvi yazaq birinə. Bir dənə də option yaradıram. İçinə yazaq. Bəli, üstünə yox, içinə. Asif yazaq. Və bu data listimlə istəyirəm ki, bu inputumun ya da siz yazım ən sonda izah eləyərik. Bura bir dənə name yazacağım. Ya da ki, list
daha doğrusu list yazıram. Adını verirəm 1. Gəlib həmin o yazdığım listə uyğun bura bir dənə aid adı verirəm 1. Bu əslində forumdan inputun əlaqələndirilməsinə oxşuyur. Və browser üzərində inputuma baxdıqda nəsə işləmədi. Value'larını boş saxlamışam. Ona görədir. Value'ları bir dənə silək uşaqlar. Tamam. Gəl bura baxdıqda, burada bir dənə ox çıxır və avtomatik olaraq mənim data listində yazdığım məlumatlar inputun üzərinə klik edəcək və üzü aşağı düzülürlər. Bu search-ə oxşuyur. Yalnız type search haqqında danışmışdıq ki, əgər bir backend səhifəniz olsaydı sizin göndərdiyi məlumatlar belə az aşağı sıralanacaqdı. Ya da ki, bir axtarış sistemindən istifadə etdikdə, məsələn, Google-da nəsə axtardıqda son axtardıqlarınız belə öz aşağı düzülür. Yəni, burada da ki, listə bir özüm nəsə yazıram və data listə də ki, ona aid eləyirəm. Yəni, aidsinə də həmin şeyi yazıram. Bu bir növ label'la inputun əlaqələnməsi kimidir. Məsələn, label'ın for'una yazırdıq nəsə. Həmin onu, məsələn, nə yazdığımı, yazdığım sözü teksti, həmin inputun aidsinə də yazdıqda, avtomatik o label'ın üzərine klikləyəndə hansı inputa aidsə ona daxil olurdu. Bunlar data listlər də ki, bu qədər. Əslində, bu data listdən də o qədər çox istifadə olunmur. Amma yəni, bilməyiniz məsləhətdir, yaxşıdır. Bugünlük dərsimizdə bu qədər uşaqlar. Biz artıq sizlərlə forum taglər haqqında demək olar ki, hər şeyi bitirdik. Atributların hamısı, type'ların hamısını dedik. Bir dənə də forum tagimiz qalıb. Yadımdan çıxmışdı o. Text area-dır o əslində. Text area nədir? Belə göstərilən. Text area açaq. Neyimini silək, aidsin silək, o qədər də ehtiyac yoxdur. Text area bundan fərqli ölçüsü biraz böyükdür və bunun sağ aşağı küncündən tutub istədiyiniz kimi hərəkət elətdirmək olur və text area dizayn vermək, yəni ölçüsünü artırıb azaltmaq calls və rows'la eləmək olur. Sezisdə də olur, belə də eləmək olur. Məsəl üçün, mən bunun calls'unu 100 eləsəm, n artır. Yəni, bu callspan, rowspan sözlərindən bu sizə tanışdır. Table'larda biz bunu keçmişdik. Məsəl üçün, biraz hündürlüyünü də artıraq, 30 eləyirəm və gördüyünüz kimi text area-nın hündürlüyü də artdı. Yəni, table'dakı callspan, rowspan kimi, yəni calls, rows və calls, yəni text area-nın da hündürlüyünü və enini CSS-ni istifadə eləmədən bu içindəki atributlar vasitəsilə dəyişmək olur. Belə, bu ilə də ki, uşaqlar forum taglərimiz demək olar tam bitdi. Demək olar bütün type inputların bütün hamısının type'larını dedik, bütün forum taglərini dedik, onlardan istifadə elədik. Bugünkü dərsimiz bu qədər. Sağ olun uşaqlar.